Və şahidlər, bugünkü mövzumuz Azərbaycan xilafətinin tərkibində Mehranilər dövləti və Xürrəmlər hərəkatı. Baxaq. Deməli, Azərbaycan bildiyimiz kimi 7-ci əsrə qədər Sasanilərin tərkibində olmuşdur. Ondan sonra isə ərəblərin Sasaniləri məğlub etməsi və Azərbaycana daxil olmasından sonra yavaş-yavaş Azərbaycan ərəblərin hakimiyyəti altına keçəcək, tamamilə ləğv olunmasını da biraz sonra deyəcək. Deməli, ərəblər Həzrəti Əbubəkirin dövründə yürüş etməyə başladılar. İraq və Şam şəhərini 633-cü ildə ələ keçirdilər. Bundan sonra Sasanilər ərazisinə hücum edilər. Bu zaman Sasanilərə gələrkən Azərbaycanda mövcud olan Albaniya dövləti, biraz sonra danışacağımız Albaniya dövləti, yəni Girdiman Albaniyası Sasanilərlə bərabər müttəfiq idilər. Və burada Alban hökmdarı olan Varaz Qriqor, bax bura bir işarə qoyuram, yazırıq bu hökmdar. Varaz Qriqor hökmdar olaraq oğlu Cavanşiri nə etmiş? Sasanilərə kömək göndərmişdi. Hansı döyüşlərimiz var burada 2 dənə? 636 Kadisiyə və 37 isə Ktesifon döyüşləri var. Burada Kadisiyə döyüşündə Cavanşirin göstərdiyi xidmətlərə görə igidliyə görə 3-cü Yezdəgir Sasani hökmdarı 3-cü Yezdəgir Cavanşirə hədiyyələr vermişdi. Qızıl kəmər, qılınc hədiyyə eləmişdi. 637 Ktesifon döyüşündə yenə Cavanşir orada nə etmişdi? İştirak eləmişdi. Amma bu döyüşdən sonra geri qayıdır. Burada məsələ nədir şahidlər? Bununla bağlı sualımız belə verir. Yazır ki, Cavanşirin hakimiyyət dövrünə aid deyil. Sual verir bizə və burada 636 Kadisiyə, 37 Ktesifon döyüşləri Cavanşirin sərkərdə olaraq iştirak etdiyi döyüşdür. Hökmdar olaraq yox. Cavanşirin hakimiyyət dövrü başlayacaq 642-dən başlayacaq. Ona görə də 36 Kadisiyə, 37 Ktesifon döyüşləri Cavanşirin hökmdar dövrünə düşmür. Bunlara diqqət edəcək. 639-cu ildə ərəblər Qəzvin şəhərini tutdular. 642-ci ildə yenə də ərəblərlə Sasanilər arasında baş verən Nəhavət və Həmədan döyüşləri nəticəsində Sasanilər məğlub oldu. Və bu döyüşdən sonra artıq Azərbaycan ərazisinə daxil olurlar. Gəlirik. Bunun üstündən xətt çəkdik. Ehtiyac yoxdur. Gəldik 643-cü ildə Cənubi Azərbaycan hakimi və yaxud da Cənubi Azərbaycan mərzbanı İsfəndiyarla döyüş baş verir. Hansı döyüşümüzdür? Cərmidan döyüşüdür. 643-cü ildə Cərmidan yaxınlığında döyüş və Cənubi Azərbaycanın hakimi olan İsfəndiyar məğlub edildi. Niyə Cənubi Azərbaycan mərzbanı deyirik şagirdlər? Çünki həmin dövrdə Azərbaycan, Şimali Azərbaycan və ya Cənubi Azərbaycan Sasanilərin hakimiyyəti altındadır. Onun canişinləri tərəfindən idarə olunurdu. 227-dən etibarən bilirsiniz, Atropatenanın ləğvindən sonra. Buna görə də Cənubi Azərbaycan mərzbanı gedir. Və buradan da bir şey ortaya çıxır. Ərdəbil hakimi idi İsfəndiyar. Və ərəblər gələnə qədər Cənubi Azərbaycan mərkəz şəhəri Ərdəbil şəhəri idi. Ərəblər hakimiyyəti gəldikdən sonra, ərəblər Azərbaycan tutdular sonra Cənubi Azərbaycanın mərkəz şəhəri Marağaya köçürüləcək. İsfəndiyar ərəblərlə müqavilə imzaladı. Müqaviləyə görə imkanları daxilində əhali can vergisi verməli idilər. Qadınlar, uşaqlar, xəstələr, din xadimləri can vergisindən azad olmalı idilər. Bunun qarşısında ərəblər təbii ki, onların əmlakına malını toxunmayacağını söz verdilər. Cərmidan döyüşündən sonra 643-cü ildə sualımız bu formada gəlir. Ərəblərin yolu açıldı. Hansı istiqamətdə? Azərbaycanın şimalına, Albaniyaya və yaxud da Cənubi Qafqaza yollar açılmış oldu. Üçü də eyni yerdir. Eyni ifadədir. Azərbaycanın şimalına və ya Albaniya və ya Cənubi Qafqaza yolları açılmış oldu. Və buradan keçdi. Yol boyu keçdiyi ərazilərdə ərəblər Azərbaycan müəyyən bir hissələrini tabe etdilər. Onlardan biri də 644-cü ildə Muğanı tabe etmişdilər. Muğandan sonra isə eyni ildə Tiflis də tabe ediləcək. Daha sonra şimala doğru gəldik. Dərbənd hakimi ilə görüşəcəyik biz.
Dərbənd hakimi İsfəndiyarla müqavilə, daha doğrusu Şəhriyarla burada qeyd edilmişik. Dərbənd hakimi Şəhriyarla müqavilə imzalayırlar və onunla bağlanan razılığa əsasən əhali ərəblərə vergi ödəməli idi. Orduda xidmət edənlər isə orduda xidmət edənlər cizyə vergisindən, can vergisindən azad olunurdular. Eyni zamanda Dərbənd əhalisi ərəb ordusuna xidmət edib onun düşmənlərinə qarşı mübarizə aparacaqlar. 643-cü ildə 1-ci Bələncər döyüşü kimlə? Ərəblərlə Xəzər xaqanları arasında 1-ci Bələncər döyüşü baş verdi. Dərbənddən şimalda. Həmin döyüşdə ərəblər məğlub olaraq geri gəldilər. 644-cü ildə Muğanla bərabər biraz əvvəl yazmışdı. Tiflis də ərəblər tərəfindən tutulmuş olacaq. İkinci dəfə 653-cü ildə ərəblər yenidən şimala doğru yürüş edildilər və kimlə qarşılaşırlar burada? Yenə də Xəzərlərlə 2-ci Bələncər döyüşü. Həmin döyüşdə Xəzərlər qalib gəldilər. Və beləliklə şahidi birinci yürüşlərə, ərəblərin birinci yürüşündə onlar istəklərini əldə edə bilmədi. Yəni Azərbaycanda möhkəmlənə bilmədilər. Albaniya dövləti. Biz daha əvvəl demişdik ki, sizə xatırlayırsınız, 629-cu ildə ikinci mərzbanlıq və ya uzunmüddətli mərzbanlıq başa çatmışdır. Bu mərzbanlıqdan sonra bir illik müddətində niyə başa çatdı? 629-dan 30-a qədər 629-30 Azərbaycanda Xəzərlərin hakimiyyəti var. Xəzərlərin hakimiyyəti var. 1 illik. 630-da isə onlar çıxıb getdikdən sonra Varaz Qriqorun rəhbərliyi altında Girdiman dövlətinin əsası qoyuldu. 600 neçədə? 30-cu ildə. Varaz Qriqor ölkənin güclənməsi üçün, təhlükəsizliyini təmin etmək üçün Cavanşirə 642-ci hakimiyyəti gətirdi. 42-81. Cavanşir hakimiyyətə gəldi. Ərazi olaraq da Gürcüstandan, İberiyadan Xəzər dənizinə qədər. Bəzən bu formada qeyd olunur. İberiyadan Hun qapısına, Dərbəndə qədər neyinir? Əhatə edirdi. Cavanşirin fəaliyyət dövrü. Cavanşirin hakimiyyət dövründə ən əsas xüsusiyyətlərdən biri ölkənin daxili sabitliyi təmin edilmişdir. Suallar da var, topluluqda da var sual. Quruculuq işləri həyata keçirmişdir. Və qonşu dövlətlərə münasibətlərə qaydaya salmışdır. İndi baxaq görək nə edir? Hansı formada edir? 651-də Sasanilər süqut elədi. Onun süqutundan sonra Ərəb təhlükəsinə qarşı Cavanşirə müttəfiq lazım idi. Buna görə kimlə yaxınlaşdı? Bizans İmperatoru Konstantin 654-cü ildə görüş keçirdi. Razılaşma əldə etdilər, amma Bizans İmperatoru üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün bu ittifaq pozulmuşdu. Şimaldan Xəzər tayfaları Xəzərlər Azərbaycanı yürüş etdi. 662-ci ildə gəldilər, onların birinci yürüşü idi bu Cavanşir üzərinə. Kür çay sahilində döyüşdə Cavanşir onları məğlub etdi və qovdu. İkinci dəfə 664-cü ildə yenə gəldilər. Bu səfər Araz çayına qədər gəldi və Alban qoşunları məğlub oldu. Çoxlu əsir və qənimət götürüb geri çəkildilər. Daha sonra Cavanşir əsirləri geri qaytarmaq üçün Xəzər xaqanına danışıqlar başladı və sülh bağladı. Xəzər xaqanının qızı da evləndi. Buna deyirik nikah diplomatiyası deyirik və əldə edilən razılığa görə Cavanşir Xəzərlərin asılılığını qəbul etdi. Onlara xərac ödədi. Əsir və qənimətlər isə geri qaytarılmışdı. Daha sonra yaxınlaşmaqda olan Ərəb təhlükəsinə qarşı Cavanşir ərəblərlə danışığa başlamaq məcburiyyətində qaldı. 2 dəfə 667 və 70-ci illərdə Əməvilər sülaləsində olan xəlifə Muaviyyə ilə görüşə getdi. Dəməşq şəhərində görüşdülər və razılıq əldə edildi. Razılığımız nə idi? Albaniyanın daxili müstəqili saxlanıldı və ondan alınan vergilərin 1/3 hissəsi azaldılmışdı. Buna səbəb nə idi? Cavanşirin şəxsi nüfuzu Albaniyanın həm sərvəti, həm də mövqeyi. Bu şəkildə Cavanşir öz ölkəsini qoruyub təhlükələrdən qorudu, xarici təhlükələrdən.
681-ci ildə Cavanşir sui-qəsd nəticəsində öldürülür. Onun ölümü Bizansperest feodallar tərəfindən həyata keçirildi. Bu ölümü bəhanə edən Xəzərlər Azərbaycana yürüş edilər. Gəldilər Azərbaycan, Albaniyanı qarit elədilər, geri qayıtdılar. Sonuncu hökmdar Varaz Tirida Cavanşirin oğlu idi. Onun hakimiyyət dövründə daxili sabitlik pozuldu. Ərəblər bu vəziyyətdən istifadə etdilər və dövlətin varlığına son qoymaq qərarına gəldilər. 705-ci ildə Albaniya daxili müstəqillik başa çatmış oldu. 8-ci əsrin əvvəllərində hansı sülalə tərəfindən? Əməvilər sülaləsi tərəfindən. Sizi çaşdırmaq üçün bəziləri bunu testlərdə Abbasilər sülaləsi olaraq olursunuz. Bundan sonra, biraz sonra danışacağımız hissələrdə Ərəblər Albaniyanın, Azərbaycanın idarəsində dəyişiklik həyata keçirəcəklər. Bunlar haqqında biraz sonra danışacağıq. Xəzər müharibələri 8-ci əsrdə. Albaniya tamamilə Ərəblərin tabeliyinə keçdikdən sonra, yəni Albaniya süqutundan sonra Xəzər müharibəsi daha da davam etdi. Və bu zaman birinci, ikinci Bələncər döyüşlərini biraz əvvəl demişdik. 722-ci ildə Ərəblər 3-cü dəfə Dərbəndi keçərək Bələncərə yaxınlaşdı və bu döyüşdə, 3-cü dəfə baş verən bu döyüşdə Bələncər şəhəri tutuldu Ərəblər tərəfindən. Amma Xəzərlər üstünlüyü ələ aldılar və Ərəbləri məğlub edərək Bələncərdən çıxartdılar. Hətta onları Xəzər sahilinə gətirərək sıxışdırdılar Ərəbləri və Ərdəbilə qədər gətirdi Cənubi Azərbaycanda. Burada 731-də baş verən Savalan dağı yaxında döyüşdə Ərəb ordusu məğlub oldu və geriyə çəkildilər yenidən. Və bir də Hilat şəhəri yaxınlığında Ərəblər Xəzərlərin qarşısını alaraq onları dayandırdılar və gəldiyi istiqamətdə də geri qaytararaq Dərbənddən çıxartdılar. Və 7-8-ci əsrlərdə davam edən bu döyüşlər nəticəsində 8-ci sonunda başa çatdı və Ərəblər qalib gələrək Azərbaycanı öz hakimiyyəti altında saxlamağa nail oldular. İdarə etmə. Demişdik ki, Ərəblər gələnə qədər Cənubi Azərbaycan mərkəzi Ərdəbildir. Biz bunu biraz əvvəl İsfəndiyar İbn Fərruxzaddan bilirik ki, Cənubi Azərbaycan mərzbanı idi, mərkəzdə Ərdəbil. Ərəblər gəldikdən sonra isə Cənubi Azərbaycan mərkəz şəhəri Marağa şəhəri idi. Baxaq şahidlər, baxaq görək hansı dəyişikliklər həyata keçirdilər şahidlər. Bu hissə çox önəmlidir, diqqətli olun burada. Ərəblər işğal etdiyi ilk vaxtlarda Azərbaycanda Sasanilər dövründəki idarəsi saxlanmışdı. Vergi sistemi saxlanmışdı, olduğu kimi saxlayırdılar. Azərbaycan Qafqaza aid olan ərazilər bir əmirliyə daxil idi. Biraz sonra bunları dəyişəcəyik biz. Sonra Albaniya 705-də süqut etdikdən sonra Albaniya 705-də Ərəb iqamətgahı, yəni Ərəb əmirliyi mərkəzi əvvəllər Dəbil şəhəri idi. 705-ə qədər. Daha sonra isə onu aşağı dəyişəcəklər. Yəni 701 Albaniya süqut edənə qədər ərəblərin iqamətgahı, onların əmirliyi mərkəzi Dəbil şəhəridir. Və ilk vaxtlar yerli hökmdarlar, yerli əyanların, yəni yerli feodalların idarəçilikdə işlərindən geniş istifadə edirdilər. Çünki ərəblər idarə etməni o qədər çox da yaxşı bilmirdilər. 8-ci əsrin əvvəllərində isə, yəni 705-ci ildə Albaniya süqutundan sonra ərəblər Cənubi Qafqazın idarəsində dəyişiklik həyata keçirdilər. Şahidlər, bununla bu hissənin fərqini mütləq ayırın. Yəni, ilk dövrlərdə saydığımız bu məsələlər Sasanilər kimi vergi sistemi var idi, bir əmirliyə daxil idi ərazi, mərkəz Dəbil şəhəri idi, yerli feodallardan istifadə edirlər. Buna diqqət edirsiniz. 8-ci əsrin əvvəllərində isə Qafqazın idarə olmaq haqqında aşağıdakı dəyişiklik həyata keçirildi. Deyir ki, bütün Qafqaz, Azərbaycan cənubi istisna olmaqla, yəni Cənubi Azərbaycan, köhnə Atropaten ərazisi istisna olmaqla, bütün Qafqaz bir əmirliyə daxil edilmişdir. Sonra, Ərəb əmirliyi mərkəzi Dəbildən hələ köçürülürlər, Bərdəyə köçürülür 705-ci ildə, Albaniya süqutundan sonra. Yavaş-yavaş bütün önəmli vəzifələr ərəblərə təyin edildi. Yəni, yerli feodallar, bax, buradakı yerli əyanlar istifadə edirdilər burada 7-ci əsrdə. Artıq 8-ci əsrdə həmin yerli feodallar idarə etmədən
uzaqlaşdırdılar. Bu isə gələcəkdə ərəblərə qarşı olan narazılığı artırmışdı. İdarəetmə sisteminə baxırıq. Qazı, hakim, eyni zamanda məhkəmə işlərinə baxırdı, amil verici işlərinə baxırdı. Sonra inzibati bölgü, əmirlik, mahal, məntəqə, kənd. Əmirliklər, onlara əmir təyin olunurdu ərəb xəlifəsi tərəfindən və başqa hökmdara tabidir. Şahidlər, köçürmə ilə bağlı nə deyirik? Bütün işğal edən ölkələrə aiddir məsələ. Tabi etdiyi ərazilərdə möhkəmlənmək üçün mütləq ki, köçürmə siyasəti həyata keçirəcəklər. Köçürmə siyasəti də özlərinə etnik dayaq yaratmağa çalışırdılar. Bəli, tabi etdiyi ərazilərə köçürmə siyasəti həyata keçirmişdir və bu zaman Rabat adlanan hərbi məskənlər salınırdı. Onlar elə müəyyən yerlərdə möhkəmlənmək üçün xüsusi hərbi hissələr yerləşdirilir. Baxırıq, deyir ki, ərəblər Sasani dövlətindən fərqli olaraq vergiləri ayrı adamlardır deyib, bütün icmadan alınırdı. Bu da suallarda qarşınıza çıxacaq bu cümlə, diqqətli olursunuz. Xristiyan kilsəsi də vergiden azad olunmuşdu. Əhalinin itaətdə saxladığı üçün. Vergi məsələsinə gəldi. Bu ifadəyə diqqət edirsiniz. Bütün icmadan alınırdı. Vergi məsələsi ilk ərəb xəlifələr dövründə, yəni Raşid xəlifələr dövründə ədalətli vergi siyasəti aparılırdı. Hətta Həzrət Əlinin hakimiyyət dövründə isə nə eləmişdi? Əkilməyən torpaqlardan xərac toplanması dayandırmışdı. Vergi alınmırdı. Hətta vergilər həmin dövrdə xeyli yüngül idi. İndi 3 dövrü müqayisə edəcək. 4 xəlifənin dövrü, Əməvilər və Abbasilər dövrünü bir-biri ilə nə edəcək şahidlər? Müqayisə edəcək ki, görək hansında nə fərq var idi. Əməvilər dövründə vergilərin miqdarı nisbətən artırılmışdı. Əhali və əmlak siyahıya alınmışdı. Neçənci ildə 725-də. Xronologiya çox soruşur buna. Diqqətli olursunuz. Və vergilər artırıldı. Abbasilər dövründə vergi siyasəti, vergilərin miqdarı yenidən artdı. Daha çoxaldı. Məhsulla deyil. Məhsula görə deyil, torpaq sahəsinə görə alınırdı vergi. Yəni, sən nə qədər məhsul toplayırsan topla, fərq etməz. Torpaq sahə nə qədər çoxdursa, o qədər çox vergi ödərsən. Bunun mənfi tərəfi nə idi? Quraqlıq olurdu və ya az məhsul toplanan vaxtda əhali, kəndli torpaq sahəsinin çoxluğuna görə çox vergi ödəməli idi ki, bu da ona ziyan olurdu. Və nə edirdilər? Vergini ödə bilməyənləri qula çevirirdilər. Bu da olan mənfi cəhətlərdən biri idi. Sonradan biraz sonra deyəcəyik, üsyanlara səbəb olacaq. Vergi, xərac, torpaq vergisi və ya məhsul vergisi deyilir. Cizyə can vergisi İslam qəbul etməyənlərdən alınırdı. Xüms, daşnəvdən əmlakdan alınan vergi idi. Kasıblara, ehtiyac sahiblərinə sərf olunurdu. Malının 40-dan birini Allah yolunda vermək sayılırdı. Fitrədir, sədəqədir. Bunlar da əsasən kasıblar üçün, ehtiyac sahibləri üçün verilən vergilərdir. Torpaq mülkiyyət formaları, divan, dövləti məxsus torpaqlardır. Bunu Azərbaycan tarixində də bilirik. İqta, yəni aşağısı digər mövzulardan bilirik bunları. İqta xidmətə görə verilirdi. Əsasən şərti idi. 2 forması vardı. Bağışlanan və bağışlanmayan iqta var idi. Əsasən bunlar icarəyə verilirdi. Mülk torpaqları feodalın şəxsi torpağıdır. Vəqf torpaqları dini idarələrə məxsus olan torpaqlardır. Vəqf və iqta hər ikisi icarəyə verilirdi. Yəni bunun alınması, satılması olmazdı iqta kimi. Bunu eləyə bilməzdi. Şəxsən keçə bilməzdi. Sadəcə icarəyə verilirdi. İcma cəmaatın ümumi istifadə etdiyi torpaqlar idi. Vahid xalqın təşəkkülü. Şahid, vahid xalqın təşəkkülü nə deməkdir? Yəni, müxtəlif
veya birbirine yaxın dillərdə danışan tayfaların eyni dildə, eyni adət-ənənəyə malik olan bir xalq kimi, bir qrup kimi ortaya çıxması deməkdir. Buna təsir edən səbəblər nədir? Ərazi birliyi, dil birliyi, mədəniyyət və iqtisadi birlik. Belə ifadə edirik. Uzun müddət, yəni loru dildə, anlayacağımız dildə bu formada deyirik ki, uzun müddət eyni ərazidə yaşayan tayfalar var. Uzun müddətdir. Və bunların eyni ərazidə yaşaması onları neyinir? Yaxınlaşdırır. Müəyyən qədər aralarında bir bağ, əlaqə formalaşdırır. Həmin ərazidə, eyni ərazidə yaşayan bu tayfalar eyni dil və ya bir-birinə yaxın dillərdə ünsiyyət qururlar bir-birinə. Sonra onlar eyni dinə sitayiş edirlər və xarici işğalçılara qarşı birgə mübarizə aparırlar. Yəni bizim anlayacağımız kimi daha doğru dildə bu formada ifadə edilir. Bütün bunlar gətirməyə çıxardır vahid xalqın formalaşması. Eradan əvvəl 4-cü əsr Atropatena Albaniya dövlətinin yaranmasına başlamışdı. Sasani dövründə bu proses davam elədi. Ərəblər dövründə sürətləndi. Niyə? Çünki orada dil məsələsi var idi. Daha sonra eyni dinə sitayiş var idi. 11-ci əsrdə Səlcuqların gəlməsilə də bu proses başa çatmış olacaq. Təbii ki, vahid xalqın yaranma prosesində İslam dininin geniş nəyi vardı? Rolu var idi. Çünki artıq şimalda, cənubda da eyni dinə sitayiş edirdilər. Əvvəllər isə cənubda bildiyimiz Sasani dövründə cənub ateşpərəstdir, şimalda isə əsasən bütpərəst idilər. Burada Azərbaycan sadəcə müəyyən dağətəyi ərazilərdə qəbul edilmişdir. Ümumilikdə bütün ərazilərdə mövcud olmamışdır. Xürrəmlər hərəkatı. Şahidlər, biz dedik ki, ərəblər sonraki dövrdə, Əməvilərdə və Abbasilər dövründə vergilər artırmışdır. Sonra yerli feodallar idarəçilikdən uzaqlaşdırmışdır. Bunun narazılığı artıran səbəblər idi. Başqa, ərəblərin köçürməsi. Köçürmə siyasəti dedik, vergi siyasəti, məmur özbaşınalıq yerli feodalın əllərindəki imkanları alırdılar, eyni zamanda özlərində vəzifələrdən uzaqlaşdırırdılar. Bu narazılığı artırdı. Həm aşağı təbəqə, həm də feodallar ərəblərdən narazı olduğu üçün üsyan başlayır. İlk üsyanımız 8-ci əsrin ortalarında Beyləqanda misafir üsyanıdır. Əməvilər dövründə başlamışdı, Abbasilər dövründə isə yatırılmışdı. Üsyan amansızlıqla yatırıldı. Beyləqanın ərazisinin yerini soruşur bəzən. Araz çay sahilində deyəcəyik. Xəritədə görəndə diqqətli olun. Xürrəmlər öz ideyasına görə biz demişdik ki, Məzdək hərəkatının davamçıları olacaqlar. Onlar da deməli, azadlıq rəmzi olaraq onlar qırmızı bayrakdan istifadə edirdilər. İlk dəfə olaraq xeyir və şər mübarizəsindən bəhs edirlər və ərəb hakimiyyətinə qarşı, xarici işğalçılara qarşı yönəlmiş bir nə idi? Hərəkatdır. İlk üsyanları 778-808-ci ildə olmuşdu. Cavidan və Əbülmürən rəhbərlik edirdi. Hər iki üsyanda uğursuz olmuşdu. 778 və 808-ci ildə. Daha sonra Cavidan və Əbülmürən arasında narazılıq baş verdi. Onlar bir-birini öldürdülər və nəticədə Babək gəlir hakimiyyətə. 816-cı ildə. 816 düşür neçənci əsr şahidlər? 9-cu əsrin. Ya əvvəlləri deyir və yaxud da ilk 10 illiyi bu formada ifadə. İlk 10 illiyi deyirik. Babək, əsl adı Həsən. Üsyan rəhbərliyə başlayır. Onun rəhbərliyə gəlməsindən sonra Xürrəmli üsyanı yeni bir mərhələyə keçir. Yəni daha da inkişaf edir. Tərəfdarların sayı artır. Feodallar belə qoşulmağa davam edirlər. Yəni üsyan genişlənir. Qardaşları var. Qardaşları Babəkin ən yaxın köməkçiləri hesab olunurdu. Baxırıq, baş verən hərəkat. Mərkəzi Cənubi Azərbaycandır. Qalası Bəz qalası hesab olunur əsas. Xürrəmlər hərəkatının şahidi biz belə qiymətləndiririk. Ərəb hakimiyyətinə qarşı və yaxud da yad ellərə qarşı yönəlmiş olan azadlıq mübarizəsidir. 819-cu ilə qədər ərəblər Xürrəmlərə qarşı yerli
Azərbaycanda olan qoşunlardan az saylı qoşun hissələrindən istifadə edirdi. Yəni o qədər çox da təsirli deyildi. Amma artıq sayların artması və güclənməsi 819-cu ildə ərəblərin Xürrəmlərə qarşı yeni nizami qoşun göndərməsi ilə nəticələnmiş oldu. İlk nizami ordu göndərilir Xürrəmlərə qarşı. Neçənci ildə? 819-cu ildə üzr istəyirəm. Nəticəsi həmin ordu Xürrəmlər tərəfindən məğlub edildi. 829 Birinci Həştadsər döyüşü. Ərəblərin məqsədi Bəzz qalasını ələ keçirməkdir, amma bu döyüşdə də nə edəcəklər? Məğlub olacaqlar. 830 Həmədan döyüşü. Birinci Həmədan döyüşü. İstəyirlər ki, ərəblər möhkəmlənsin, amma nəticə nə oldu? Xürrəmlər Həmədan yaxında qalib gəldilər, Həmədan şəhərini azad etdilər. Bu isə ərəblərin vəziyyətini daha da nə etmişdi? Ağırlaşdırmışdı. Bundan sonra deyir ki, ərəblər indiyə kimi buraxdıqları səhvi ortaya çıxartdılar ki, biz o boyda bir dövlət olaraq niyə Xürrəmi hərəkatından biz belə deyim, bacara bilmirik, ona qarşı müqavimət göstərə bilmirik. Neynədir? Xəlifə Əl-Möhtəsimin dövründə. Deməli, Bizansla müharibəni dayandırmışdı, bütün qüvvələrini Xürrəmlərə qarşı göndərdi və onlara qarşı biraz sonra deyəcəyimiz türk sərkərdələrin gücündən istifadə edəcəklər. Görülən tədbirlərin 833-cü ildə 2-ci Həmədan döyüşündə Babəkin qoşunları, yəni Xürrəmlər ilk dəfə olaraq ağır məğlubiyyətə uğradılar. 835-ci ildə Ərəb xəlifəsi Xürrəmlərə qarşı mübarizə aparmaq üçün türk mənşəli Afşin Heydər ibn Kavusu göndərdi. Əslində sacilər nəslindən idi. Onu rəhbərliyə göndərdi. Xürrəmin qoşunlarına qarşı rəhbər kim göndərdi? Eyni zamanda onun köməyinə çoxlu pul, silah, sursat, ərzaq göndərmiş oldu. Eyni zamanda yeni ordu göndərdi. Nəticədə ərəblərə qarşı, Xürrəmlərə qarşı mübarizə aparan ərəblərin gücü artmış oldu. Afşin müəyyən tədbirlər gördü. Babəklə mübarizə aparmaq üçün hansı tədbirlər gördü? Deməli, yol boyu pusqu məntəqələri qurdu. Gələcək yollarda silah sursatın, ərzaqın, qoşunun vaxtı-vaxtında təhlükəsiz gəlməsi üçün tədbirlər gördü. Kəşfiyyat işləri apardı. Babəkin yaxın adamlarını, yaxın sərkərdələri aradan götürdü. Bu Babəkə ağır zərbə dəydi. Uzun müddət davam edən Xürrəmlər üsyanı artıq əhali bir nəticə əldə edə bilmədiyindən yorulmuşdu və yavaş-yavaş onun sıraları seyrəldi. Eyni zamanda vaxtilə Babəkin yanında olan feodallar belə müəyyən bir sözü ondan uzaqlaşmağa başladı. Yəni inamsızlıq xalq arasında yaranmağa başladı ki, artıq biz qalib gələ bilmərik. Ona görə də Xürrəmlərin sıraları seyrəldi. Buna baxmayaraq ikinci Həştadsər döyüşündə, ikinci dəfə Həştadsər döyüşündə yenə də Xürrəmlər 836-cı ilə qalib gəldilər. İkinci Həştadsər. Deməli şahidik, bu döyüşlər belə geçəcək. 829 birinci Həştadsər, 30-33 birinci və ikinci Həmədan döyüşləri, 36 Həştadsər. Yəni başlanğıcı və sonu Həştadsərdir, ortalarda Həmədan döyüşlərdir. Gəl 837-ci ildə Bəzz qalası mühasirəyə alınır. Döyüşə girməzdən əvvəl Afşin Babəklə görüşdü və ona sülh təklif etmək istədi. Hətta burada xəlifənin ona məktubunu göndərdi. Çünki orada xəlifə Babəklə görüşmək istəyirdi, danışma aparmaq istəyirdi. İstəyir ki, Babəkin gücündən Bizansa qarşı istifadə etsin. Amma Babək bunu heç cür qəbul etmir. Məşhur ifadəsi var. Yəni bir gün azad yaşamaq 40 il kölə kimi yaşamaqdan daha üstündür. Bu ifadəsi var. Azadlığı üstün tuturdu və öz şəxsi rahatlığını, xalqının, millətin rahatlığını dəyişmirdi. O formada istəmədi. Ona görə də qəbul etmədi. Nəticədə 837-ci ildə baş verən Bəzz döyüşündə Xürrəmlər məğlub oldu. Babək isə gizli yolla Arazın şimalına tərəf keçdi. Məqsədi bu idi ki, o Bizans dövləti ilə əlaqə qursun və ondan kömək olaraq ərəbləri məğlub etmək istəyirdi.
Bəzvorunda son döyüşüdür Xürrəmlərin. Keçdik. Şimalı gedərkən, Araz çayına şimalı gedərkən o keçmiş müttəfiqi Səhl ibn Sumbatla rastlaşır və onun tərəfinə ələ keçiri ərəblərə verir. Nəyə görə şahidlər? Çünki ərəb xəlifəsi buradakı görüşdən əvvəl axırıncı döyüşdə Babək təslim olmayanda o zaman ərəb xəlifəsi demişdi ki, kim ölü və ya diri təhvil versə Babəkə ona böyük mükafat verəcək. Nəticədə Səhl ibn Sumbat keçmiş müttəfiqi onu tutur və ərəbləri təhvil verir. Nəticədə 838-ci ildə Babək xəlifə Möhtəsimin əmri ilə Samiri şəhərində edam olmuş oldu. Babəkin ölümü ilə Xürrəmlər hərəkatı bitdi. O bitsə də nəticələri oldu. Yəni nəticəsiz qalmadı. Belə ki, Xürrəmlər hərəkatı yatırılsa da Ərəb xilafətinin dağılmasını sürətləndirdi. Abbasi xilafəti zəiflədi, onun qüdrəti sarsıldı və parçalanmağa başladı. Parçalandı. Tabe olan ərazilərdə isə müstəqil yeni dövlətlər yaranmağa başladı.